Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bu gün mən fəsəli hazırlayıram. İstədim sizinlə də bölüşəm. Biz fəsəlini adətən yağın çilkəsindən hazırlayırıq. Mən bu günlərim, yəni çilkə hər deyən ələ düşmür. Odur ki, istədim bu gün hazırladığım fəsəlini sizinlə də bölüşüm. Kərə yağı ilə də hazırlayıram. Ancaq kərə yağını dibinə yığılan çilkədən hazırlayanda tam bir başqa dadı verir. O mütləq mən o dadı qaçırmıram. Və mən bura əlavə edirəm kişniş toxumu biraz, əzilmişi, biraz sarı kök, biraz da raziyana və az miqdarda acı toz istiot. Bunları qarışdırırıq. Azlıq etsə biraz kərə yağı da əlavə edə bilərsiniz. Mən belə hazırlayıram. Videonu çəkirəm, bəlkə kiməsə bir faydam toxuna. Burada mənim 700 qram un götürmüşəm. Bir çay qaşığı duz əlavə edirəm bura. Mən heç vaxt maya qatmamışam. Amma bugün qabartma tozu qatıram. Yəni pulu bilirəm, birinci dəfədir. Ki necə olacaq? Biz heç bir vaxt maya ilə fəsəli hazırlamırıq. Bunu da probabiliyə görə necə olur. Və 500 ml isti su götürmüşəm. Bismillah. Suyu az əlavə edirəm ki, birdən çox olar. Fəsəli Azərbaycanımızın gözəl şirniyyatlarından biridir. Əsasən səhər-səhər süfrələrimizi bəzəyir. Yanında da kakao olanda lap gözəl olur. Xəmirimizi biraz dincəlməyə buraxaq. Sonra yenidən başlayaq. Xəmirimiz də hazır oldu. Xəmirimizi kündələrə ayıraq. Mən 200 qramlıq kündələr tuturam. Əlimizi yuvarlayaq. Kündələrimiz də biraz dincəlsin. Havarımızı yaymağa başlayaq. Bacardıqca yuxalarımızı nazik açırır. Nə qədər bacarsaq, nə qədər nazik olarsa, qatlarımız da o qədər çox olar. Kövrək olar, kırçıltılı olar. Hamısı hazırdır. Ben dediyim kimi mən bugün yağın çilkəsindən hazırlayıram. Bilmirəm sizdə necə deyirlər yağın çilkəsinə. Yağı ərdəndə, qaynananda onun yalan çöküntüdən hazırlayırıq. İnanın çox dadlı olur. Siz də bir dəfə hazırlayın. Bizdə Şəkidə əsasən fəsəlini yağın çilkəsindən hazırlayırlar. Quyruq yağından ayrıca hazırlayırıq. Yəni kimsə quyruq yağını xoşlamayanda sarı yağdan, kərə yağdan hazırlayır. Bu cürdə hazırlayan baxın, inanın çox dadlı olur. Çilkədə özünə məxsus bir şirinlik var. Dadı çox başqa bir daddır. Nə quyruq yağına bənzəmir. İnanın ki, çox gözəl dadı var. Hazırlayan sizdə, nuş olsun hər kəsə. Mən İsmiral şəklinə salırıq. Yerdə qalan 4 kündəni də bu cür yağlayıb spiral şəklinə salacağıq. İnşallah. Fəsəli süfrəyə verilərkən yanında kakao da olarsa çox gözəl olar.
budur. Bu cür. Yerdə qalan gündələrimizi də bu cür hazırlayacağıq. Birinci fəsələmizdə unuttum. Və biz xəmirimizi bu cür spiral kimi vursaq daha da qatlarımız çox olar. Fəsəlimiz daha da gözəl, kövrək olar. Bu cür. Xəmirlərimizi, fəsəllərimizi hazırladıq, qutardıq. İndi isə yayaq. Bugün tavada pişirirəm. Ona görə tava ölçüsü burada yayaq. Tava ölçüsü burada yayıram. Budur fəsəlimizi tavamıza yerləşdirdik. Budur kakaomuz hazır oldu. Fəsəllərimiz də pişir 2 qabda. Hazır oldu. Çıtır çıtır. Vayları da bax belə gözəl yandırır. Kakaomuz da hazırdır. Хорошо peki. Hazırlayan hər kəsə nuş olsun.